Şah İsmail seyrə çıxdı, açdı Hürrün qəbrini. Ey Xudaya əhv qıl ki, tövbəkarəm doğrusu. Yeganə Hürdür ki, Kərbəla şəhidlərindən fərqli olaraq, onun mübarək qəbri Kərbəlada deyil. Bəni Əsəd tayfasından idi. Bəni Əsəd tayfası gəlir Hür ki, şəhadətə yetişir, gəlir Hürrü cəsədini götürür, gətirir bu hissəyə və burada dəfn edirlər. İmam Hüseyin əleyhissalam onun mübarək başına ki, qılınc vurmuşdular. İmam Hüseyin əleyhissalam çıxardır dəsmalını, dəsmalınla bağlayır Hürrün başını və qan kəsir. Bilirsiniz də, Şah İsmail Xətai Hürrün qəbrini açdıran şəxs oldu. Belə bir şək yaranmışdı ki, görəsən həqiqətən Hür Kərbəla şəhidlərinin cərgəsindədir, ya yox. Bu məqsədə, bu yəqinliyə çatmaq məqsədi ilə Hürrün qəbrini açdırır və tarixi qəzəlini deyir. Deyir, Şah İsmail seyrə çıxdı, açdı Hürrün qəbrini. Ey Xudaya əhv qıl ki, tövbəkarəm doğrusu.